Sizə göstərsən. İnşallah çox soğuk çəkdir. Burada mən o qədər kiməcəm, qoyacam birincisini. Bəli. Bunlar da mənim başında ağzından lasına, sormanın qonaq gəlir. Derim bu kimsinlər, səndənsinlər. Amma qadın yolu yaxşı tanımır işte. Biz buna gəlməmişik ya. Say gətirdin, say gətirdin. Yəni tanıyın, yolu tanısın olur. Mən çox kimsəm. Sağlam olun, sağlam. Allah sağlam olun. Sentyabrın 17-si ehtiyatlı olur. Ne yendin deyəsən? Günlərim Doğma Dədə Baba yurdumuzda geri qaydırıb. Mən bir şey əlavə eləmək istəyirəm ki, istər 92-ci ilin müharibəsi, 44 günlük müharibə axıyor döyüşləri bizə bu günlər yaşadan şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Deyib, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur. Bugün bizə bu vətəni onlar öz qanlarıyla bizə qismət ediblər. Əvvəlcə şəhid analarına, şəhidlərin ruhu qarşısında baş əyir. Allah qazilərimizə can sağlığı versin. Allah əskərlərimizi qorusun. Allah dövlət başçımızı qorusun. Bir şey əlavə qeyd eləmək istəyirəm ki, heç bir şəhid anaları inciməsin. Amma bugün Laçın torpağında, Laçında döyüşən oğlanlarımız çoxdur. Mən bugün burada mübariz əskərovu yad eləmək istəyirəm. Hansı ki, cin mübariz deyilən, erməniyə qanam tuturan. Sağdırsa Allah qapısını açsın, bitkin düşübdür. Şəhid olubsa da Allah rəhmət eləsin. Eləcə də mübarizdən bərabər. Mən çox baxmışam Laçın kadrlarına, gələnlər, gedənlər, çəkiblər. Amma heç kəs Çingiz Mustafayevi yada salmıyor. Laçının hər bir qarış torpağı alındıqca Çingiz Mustafayev göz yaşları tökür. Bugün deyirəm Çingiz Mustafayevə, Allah sən ruhun şad olsun. Laçın azaddır. Biz Laçındayıq.